Kremlin savaş taktikası təşviş yaratdı. Rus ordusu bu ölkələrin sərhədlərinə yaxınlaşa bilər. Rusiya Ukraynadan Odessanı almaqla Rumıniya və Moldova ilə sərhəddə çatmağı planlaşdırır. Report RBK Ukraynaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodymyr Zelenski Odessada keçirilən Ukrayna Cənub-Şərqi Avropa samiti zamanı deyib. Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir. Rusiya işğal elədiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi onu da məhv eləmək istəyir. Onun hərbi planları bu bölgəni, Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhəddi göstərir deyə Zelenski əlavə eləyib. Bundan əvvəl prezident ofisi rəhbərinin müavini Pavlo Palitsa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən ayırmaq üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.